Tutalım ki, mən götürüb elə bir rəng seçə bilərəm ki, siz mənə deyə bilərsiniz ki, yəni Fatih, yəni bu rəng o deyil də, yəni burada dizayn eləmək olmaz. Və sonra necə müştərini razı salmaq lazımdır. Bir tərəfdən müştərinin sevdiyi rənglər var, bir tərəfdən dizayn var, amma sonda elə bir şey çıxartmaq lazımdır ki, həm müştəri rahat olsun, həm də gələn qonaq da, gələnlər də belə deyim də zövq alsınlar evdən. O balansı necə qoruyuruq? Biz o obraza girəndə, yəni hansı ki, müştərinin evini müvəqqəti olaraq öz evimiz kimi qəbul eləyəndə o proses necə baş verir? Əgər sizin çox sevdiyiniz bir rəng varsa, bu arada onu da deyim ki, seçdiyiniz rəng sizin əslində kimliyiniz haqqında məlumat verir. Bəli. Elə rənglər var ki, məsələn, bu bizim dəfələrlə qarşılaşdığımız bir şeydir. Bir dövlət orqanında işləyən bir adam var idi. Çox ciddi bir şəkildə belə geyim tərzi filan. Birdən bir qəribə bir söz işlətdi. Dedi ki, mən giriş hissədə, yəni biz ona hol deyirik və ya dəhliz deyək. Dəhlizdə mən çəhrayı rəng istəyirəm. Çəhrayı rəng. Çəhrayı rəng də normalda bizim ən çox istifadə etdiyimiz rəng olaraq qız otaqlarında istifadə olunan rəngdir, çəhrayı rəng. Düzü biraz dedim, fikirləşdim ki, yəqin ki, rəngi olaraq hansı rənglə qarışıq salıb bu. Rəng kataloqa gətirilib qarşısına qoyuldu və birə-bir çəhrayı rəngin üstünə əlini qoydu ki, mən bu rəngi istəyirəm holu. Sonradan məlum oldu ki, onun çox sərt bir uşaqlıq dönəmi keçib və o ümumiyyətlə rəng tonu olaraq çox tünd rənglərdən istifadə olunub, daim olaraq ciddiyyətini qorusun deyə və s. Hep ki, o onun öz zonası kimi hesab eləyirdi deyə onu. Ona görə o rəngdən istifadə eləyirdi. Düzdür, təbii ki, hol hissəyə, dəhliz hissəyə o rəngi vermək biraz absurd olar. Düzdür, Tembolidə yəni o dizbalansı ay sağ olun. Və yaxud da ki, çox şən bir adamın görürsünüz ki, elə bir tünd rəngdən istifadə etmək istəyir ki, baxırsan ki, əslində şən adam da axı bunu tünd rəngi seçsin. Bu əslində onun kimliyindən, onun keçmişindən, onun psixoloji durumundan xəbər verir. Sizə bir məlumat da verim. Bəzən insanlar əhval-ruhiyyələrinə uyğun olaraq rəng seçirlər. Bu necə olur? Çox sevinçli olursa açıq rəngləri seçirlər. Çox qəmgin olurlarsa biraz tünd rəngə qaçırlar. Burada o şeyi tutmaq lazımdır ki, bəli, seçim vaxtında, danışıq vaxtında onu prosto tutmaq lazımdır ki, bu bunun müvəqqəti halıdır, yoxsa bu bunun həqiqətən də xarakteridir. Əməli baş psixoloji konsultasiya. Bəli, onu deyirəm ki, əvvəlcə bir psixoloji konsultasiya gedir həqiqətən müştəri ilə. Biz standart suallar vermirik. Məsələn, mən özüm standart sual vermirəm. Mənim üçün önəmli olan sizin o məkanda özünüzü necə hiss etməyi duymaqdır. Yəni, dizayn prosesi əslində tək gözəlləşdirmək deyil. Dizayn prosesi həmçinin elə bir vurğular vurmaqdır ki, o insanın xarakterində transformasiya keçə bilsin. Yəni, məsələn, sizin seçdiyiniz bir rəng ola bilər, bayaq sualın cavabı. Bəlkə də onun tutaq ki, bizim dizaynla əlaqəsi yoxdur. Və yaxud da ki, o evin hündürlüyü, o pəncərə sayı ona imkan vermir. Amma orada bir güşə yaratmağımızın da qarşısını almır. Sizə aid bir güşə yaradıla bilər. Siz orada özünüzü komfortda və həm siz istədiyiniz balaca olur. Bir dünyada. Bəli. Ümumiyyətlə, məkan olaraq evlər dizayn olunanda orada hər bir fərdin, hər bir dünyanın belə də sintez olmalıdır. O sintez prosesi də əslində bizim analizimizdən keçir. Biz analiz edirik, sintezi veririk artıq işimizi, iş prosesində göstəririk.